Deməli, nə oldu? Çoxlu 2019 birləşimlər nəzəriyyəsi 41-dən başlayır, elə şu. 41. İkinci hissə. 41 belədir. Emin, Rəşid, Yusif, Ziya, Əli, Bilal, Murat, neçə nəfər olsun? 6 nəfər. Bir sırada durub şəkil çəkdirməlidirlər. Deməli, Emin, Rəşid, Yusif, Ziya, Əli, Bilal və Murat. Bunlar hamısı bir sırada durub şəkil çəkdir. Yusif, Əli və Bilal yan-yana olmaqla neçə mümkün? Yusif, Ziya və Əli. Bax, bu bir dəm oldu, düzdürmü? Yerdə qalan neçədən olur? Bax, bunlar yan-yanadır. Yusif, Ziya, Əli. Görürsünüz, 5 dənə. 5 faktorial, bunların bütün mümkün yer dəyişməsi. Əlavə da bunlar öz arasında yer dəyişir. Bura 3 faktorial şəkil. 5 faktorialımız 120'dir, bura 6. 6'yı 120'ye olanda 720 cevabı var mı? D var ya. Keçək 43'ə. 43. Görək 43'də nə deyir? Yazır ki, n faktorialın kvadratı. Bax, burada bir dənə 44 var şu an. Biz o mənim yadımda qalır. Onu da yəqin ki, gələn dəfə deyəcəksiniz. O 4 n faktorial üstə gələk 12. Bax, onu o cüt bacı qardaş gələrsiniz, gələn dəfə müzakirə edək. n faktorialı bir t ilə işarə edirəm. T kvadrat çıxaq 4, t çıxaq 12 bərabər 0. T1 bərabərdir 6, T2 bərabərdir mənfi 2. n faktorial bərabərdir 6, bu da n bərabərdir 3 olan olur da. S var. 45. Görək 45'də nə deyir? 45'də deyir ki, 2 vuraq, kombinezon n'dən 2. Çıxaq, kombinezon n'dən 1, çıxaq 15, kiçikdir 0. Əvvəla n böyük bərabər 2 olmalıdır. N böyük bərabər 2'dir. Yazalım, 2 vuraq, n faktorial, bölək n, çıxaq 2. Faktorial vuraq 2 faktorial. Çıxaq, n faktorial, bölək n çıxaq 1 faktorial, 1 faktorial. Çıxaq 15, kiçikdir 0. Burada nə qalır? 2 ilə bu gedir, bu onsuz da. n vuraq n çıxaq 1, düzdürmü? Çıxaq. Bununla da bu gedəndə n qalır, çıxaq 15 bərabər, daha doğrusu kiçikdir 0-dan. Bu da n kvadrat çıxaq n, burada da 1 n var, çıxaq 2, çıxaq 15 kiçikdir 0. Qollar yuxarıyadır, mənfi 3 ilə 5'dir, bu ikisinin arasında, düzdürmü? Nə soruşur bu bizdən? N deməli, daxildir, nədən? Mənfi 3 kiçikdir, n kiçikdir 5 olmalı. Amma biz burada da n böyük bərabər 2 götürmüşük, ona görə də 2 kiçik bərabərdir, n kiçikdir 5. Bu isə 2, 3 və 4, 2 üstə gələk, 3 üstə gələk, 4, 9 varmış abi. B var ya. Keçirik 47'yə. Görək 47 nədir? Əvvələ toplu işləmək zövq verir, indi o da xoşlanır. 47. 47 belə. Deməli, binomun açılışında neçə hədd rasional ədədir? Kök altında 3 çox super sualdır, 2, burada 100. Binomun açılışında neçə hədd rasional ədədir? Sonra gəlin bir bunun bir TK-sına baxaq, kan öndərinlərdən. Bu nə demək? Kombinezon 100'dən K, eləmi? Bu kök altında 3'ün üstündə 100 çıxaq K, vuraq kök 3-cü dərəcədə 2'nin üstündə K edir. Bu da bərabərdir. Kombinezon, K plus 1 ilə deyirəm da, kombinezon 100'dən K. Bu nə edir? Bu 3 üstündə 100 çıxaq K bölə 2 deməkdir. Bu isə 2 üstündə K bölə 3 deməkdir. İndi biz rasional ədəd olmaq üçün bunlar tam ədədlər olmalı. Həm K bölə 3, həm də 100 çıxaq K bölə 2, həm də ki K bölə 3, hər ikisi tam ədəd olmalıdır ki, bunlar kök olmasın da, rasional ədəd bu deməkdir. Həlləri rasional. İndi üstündə məsələn deyək ki, 1 olanda, 2 olanda, 3 olanda, 5 olanda, bunlar adi ədədlərdir, ya mənfi 2, mənfi 3, eləcə də bunun kimi.
İndi deməli K 3-ün bölənləri olmalıdır. Birincisi bu rasional olması üçün K 3-ün bölənləri olmalıdır. Amma bu 2-yə bölünən olması üçün K həm də cüt ədəd olmalıdır. Deməli onda K nəyə bölənlər olmalıdır? 6-nın misilləri olmalıdır. K bərabərdir 6n olmalıdır. 6n deməyək də nəsə də bir 6 nə bilim tutaq ki m olmalıdır. Hə. 6m görək burada 6-ya böləndə 100-dən neçə olmalıdır? Kombinezon 100-dən. 100-ü də böləndə 6-ya görək neçə edir? 16 mı edir? 16 dənə. İndi düşünək görək 16-nı düz mü deyirik, yoxsa orada hansısa bir xüsusi hal var, yoxsa yox. 16 dənə olmalıdır fikrimcə. 0 sayılır mı orada? 0-da sayılır. 0-da. 17-dir məncə cavab. Çünki 0 olanda var, K bərabərdir 0 olanda. Görürsün, bura üstü 100, buradakı 0, 1 eləyir, düzdür mü? K bərabərdir 0. Sonra 16 dənə də böləni var, 16 dənə. 17 cavabı var mı? Cavab da 17. Deyirəm də 0-ı da nəzərə alsaq, K bərabərdir 0-dan ta 17-yə qədər cavab 17 düşər. A variantı. Yaxşı. Deməli, bildinizdə nə? 6-ya bölünənlər 1-dən 100-ə qədər 16 dənədir. Bir dənə də 0-ı nəzərə alsaq, onda 17 dənə olur. Keçirik 49-a. Görək 49 nədir? 49-da deyir ki, 11-ci sinif şagirdləri bir-biri ilə fotoşəkil dəyişdirdilər. Dəyişmək üçün 870 fotoşəkil lazım olduğunu bilərək şagirdlərin sayını tapın. Aranjemanla olur elə. Sən bana şəkil verirsənsə, mən də sana şəkil verirəm elə. Məncə permutasiya ilə olur. Yəni bunu elə bir də bulmaq. n çıxaq 1 bərabər 870, yəni bundan tapmaq olar. Amma düşünürəm ki, məsələn, sən bana şəkil verdin ki, mən də sana şəkil. Kombinezon n, daha doğrusu, permutasiya n-dən 2 bərabərdir 870 olmalı. Bu da n faktorial, bölə n çıxaq 2 faktorial bərabərdir 870. Bu da n vuraq n çıxaq 1 bərabərdir 870. Şuralar hansı nəyə vuranda 870 edir? Axtarıb tapmaq lazım. n kvadrat çıxaq n çıxaq 870 bərabər 0. Köklər 870-i bircə dəqiqə olublar. Bu işin daha asan olsun. Bir də axtarmayın. 2-yə böləndə 435. Onu 5-ə, 3-ə bölünür mü? 7, 12. 3-ə böləndə neçə edir? 29-dan 30 mu edir? Deməli onda mənfi 30-dan 29. n1 bərabərdir. n1 bərabərdir. Mənfi 30, n2 də bərabər 29. Elə cavab da 29 olur. 30-dur, burada biz üstü çəkdik. Yox, müsbət 30-dan mənfi. Hə, müsbət 30-dan mənfi 29. Ona görə müsbət 30. Hə. Müsbət 30. Keçək o birisinə 51-ə. Görək 51-də nə deyir? 51-də asan bir şeydir. Deyir ki, əgər permutasiya x-dan 1 bərabərdir 5 olarsa, kombinezon x-dan 2-ni hesablayır. Əvvəla x böyük bərabər 1 olmalı. Bu öz yerində, yəni x faktorial bölə x çıxaq 1 faktorial bərabər 5-dir. Buradan arıq ki, x bərabər 5-dir. Deməli, bizdən nə soruşur? Bizdən soruşur kombinezon 5-dən 2-ni. Bu da 5 faktorial. 5 çıxaq 2, yəni 3 faktorial, vuraq 2 faktorial. Bu da bərabərdir. 4 vuraq 5 bölə 2, 10 bu cavab. Yaxşı. Yox cavab. 53-ə keçək. 53. Əlüşdə görək nə deyir uşaqlar. Deyir ki, permutasiya 7-dən 7, çıxaq, permutasiya 6-dan 6, 5 faktorial. Bu 7 faktorial, çıxaq 6 faktorial, bölək 5 faktorial demək. Deyirəm 6 faktorialı çıxardıram, bu 7 çıxaq 1 demək. 5 faktorial, bu da 6, bu da 6, 36 demək. Yaxşı, 55-ə keçək. 55-də görək nə var? Boynumun ağrısı gedir, bax, misal edilir. Boynum sərtmişdir. 55. 55-də belə uşaqdır.
Deyir ki 2x üstə gələk kombinezon 8-dən 6 bərabər 41 təmini həll edir. 2x üstə gələk, bilirsiniz ki bu 8 faktorial, 8-dən 6 çıxanda 2 faktorial, bura 6 faktorial bərabər 41 edir. 2x bərabər, bununla bu gedir 7 vuraq 8, bununla da gedəndə 7 vuraq 4 üstə gələk 28 bərabər 41 edir. 2x bərabər 28 çıxanda 13 nə edir? 13x da bərabərdir 6,5. Yaxşı. Keçirik 57-yə. 57-də deyir ki 5, 6, 7. 5, 6, 7 çoxluğunun elementlərindən rəqəmləri təkrar edilməməklə neçə müxtəlif 3 rəqəmlə də düzəltmək olar? Heç 3 faktorial 6 edir. 59-a baxaq. 59 belədir. Permutasiya n üstə gələk 2-dən n üstə gələk 2-yə, bölək permutasiya n üstə gələk 1-dən n üstə gələk 1-ə bərabər 4n çıxaq 7 tənliyini həll edir. Bu, n üstə gələk 2 faktorial deməkdir, bu da n üstə gələk 1 faktorial deməkdir, 4n çıxaq 7. Bu da n üstə gələk 2 eləyir, bərabər 4n çıxaq 7-yə, 3n bərabər 9n bərabərdir 3n. 61 ilə buna oxşar bir çalışmadır. Deyir ki, permutasiya n-dən n çıxaq 5-ə vuraq 5 faktorialı kvadratı. Burada da permutasiya n-dən n-ə. Bu ifadənin qiymətini tapın deyir. Yəni, meylimizi qoy təzəliyim. Bərabər. Uşaqlar, bu n faktorial, n çıxaq 5-dən bu 5 faktorial edir böyle. Vuraq 5 faktorial kvadratı. Bu da böyle n faktorial. N faktorial, bu gedir 5 faktorial, bu gedir qalır 5 faktorial, bu da 120 eləməlidir. Keçirik 63-ə. 63-də görək nə var? belə. Deyir ki, kombinezon n-dən 2 bərabərdir 21 tənliyini həll edir. En aydın məsələdir ki, böyük bərabərdir 2 olmalıdır. Onda n faktorial, n çıxar 2 faktorial, bölə vuraq 2 faktorial 21'dir. Bu da n vuraq, n çıxar 1 bərabər 42 edir. N kvadrat çıxar n çıxar 42 bərabər 0. N 7 ilə bir də mənfi 6 olmaz, cavab 7. Keçirik 65-ə. 65-də nə var? 65-ci sual. Uşaqlar deyir ki, hər qutuda ən çoxu bir məktub atmaqla 3 müxtəlif məktubu 9 poçt kutusuna neçə üsulla? 3 müxtəlif dediyinə görə gümanla burada permutasiyadan söhbət gedir. Gəlin yoxlayaq, əmin deyil, 9-dan 3. Bu da 9 faktorial. Yəni 3 müxtəlif məktub onda ayrı korkutuların sayılanda bu fərqli mi olur, biraz dolaşıq şərtdir. Yəni kombinezon da ola bilər, permutasiyada mən burada qərar verəmirəm. Ən çoxu bir məktub atmaqla 3 müxtəlif məktubu 9 poçt kutusuna neçə üsulla atmaq olar? Məncə permutasiyadır. Bu da 9 çıxarı 3 faktorial. Bu da ki, eləyir 9 faktorial, bölək 6 faktorial. Bu da 7 vuraq, 8 vuraq, 9 deməkdir. 56 vuraq, 9, 450, 504-dür olur. Onda permutasiyanın düz fikirləşmişik. Yaxşı, 67. Bax, ona görə deyirəm ki, bu birləşmələrdə biraz şərtə diqqətli olmaq lazımdır. Görək, biz düşündüyümüz düzdür, düzdür. Ola bilər permutasiya olur, ola bilər kombinezon olur. Permutasiya n-dən 2, üstə gələ 54, bərabərdir. Permutasiya 3n-dən 2. Bərabərliyin ödəyən n natural ədədir. Əvvəla n böyük bərabərdir. 2 olmalıdır, bu da 3n. 3 vuraq. N faktorial bölək n çıxar 2 faktorial üstə gələ 54 bərabərdir. 3n faktorial bölək
3n çıxar 2 faktorial. Bu da bərabər 3 vuraq n çıxar 1 üstə gələ yazılır. Bərabərdir. Bu da 3n vuraq 3n çıxar 1 edir. Düzdür, 3n'lər bundan yox. N'lər getməli təsvir. 3n kvadrat bəli 4 manat olur. Üstə gələ 3n, daha doğrusu çıxar. Üstə gələ 54 çıxar. 9, qoy bu 100 deyil. 3n, 9n kvadratı çıxar 3n var belə. 3n'lər getdi. 6n kvadrat bərabər 54, n kvadrat bərabər 9, n bərabər 3n. 69-da görək nədir? 69-da belə uşaqlar. Permutasiya 6-dan 4 çıxar. Permutasiya 5-dən 3 bölək, permutasiya 3-dən 3. Bu da nə demək? 6 faktorial 6 çıxar 4, yəni 2 faktorial çıxar. Bu 5 faktorial, yenə 2 faktorial, bu da 3 faktorial. Bərabər. Tapmaq lazımdır bunu. Hesablama. Baxaq görək nə? 3 faktorialdan bu gedir qalır 4 vuraq. 5 gəlir 10 edir. Deməli, bura çıxar 10'dur. Bu heç, bu da 2 faktorial gedəndə nə qalır? 3 vuraq, 4 vuraq, 5 vuraq 6. Bu da bərabərdir. Bu ikisi elədi 20, 18, 360 çıxar 10, 350'dir aynı yer. 350. Hesaplamanı diqqətsiz edirəm, ola bilər deyirəm yəni. 71'ə keçək. 71'də nə var? 71'də də belə bir çalışma uşaqlar. Permutasiya x çıxar 1-dən 2 bərabər x çıxar 1 təmrini həll edir. Aydın məsələdir ki, x çıxar 1 böyük bərabər 2 olmalı. Yəni x böyük bərabər 3 edir uşaqlar. Buradan nə alır? X çıxar 1 faktorial bölək x çıxar 3 faktorial bərabər x çıxar 1. Bu da x çıxar 2 vuraq x çıxar 1 bərabər x çıxar 1 edir. X 3'dən böyük bərabər olduğu üçün bunlar heç zaman 0 olmayacaq. Ona görə ixtisar alır. Alıram ki, x çıxar 2 bərabərdir 1, x bərabər 3 olur. Elədir. Yaxşı, 73'ə baxaq. 73 silgimi canını tapşırır. Rəhmərdən bir silgi tapır. 73 sinifdə beni görmüşəm o rejim. 9'dan. 73. Deməli, cinayətin bəlgəsələ də düşür oraya da. Silgi tən ki, uşağa gələcək, sən deymişim o rejim. Deməli, x çıxar 2 böyük bərabər 2 olmalı, yəni x böyük bərabər 4 uşaq. Onda baxaq. X çıxar 2 faktorial, böyle x çıxar 4 faktorial bərabər 30. Bu da x çıxar 3, vuraq x çıxar 2 bərabər 30 edir. X kvadrat çıxar 5x üstə gələk 6 çıxar 30 bərabər 0 edir. X kvadrat çıxar 5x çıxar 24 bərabər 0, x1 8, x2 də mənfi 3 edir. Mənfi 3 olmaz, cavab 8. 75'ə baxaq. 75 də belə, dəyərimiz dolar arasında cavab verin. 6 nəfər. 5 faktorial. 75, 5 faktorial, 120 variant. Keçirik. 77. 77'də. Buyurun. 7x çıxar 5 üstü 6 binomunda açılışında əmsalların cəmi. Çox maraqlıdır ki, burada özləri ilə misal verir ki, binomial əmsallar da o bir əmsallar deyil. Olsun 2 üstü 6. 2 üstü 6 neçədir? 64 mi? 64. 79. Bu sonuncu uşaqlar. 80'ə qədər edəcəksiniz. 2 üstə gələk 2 faktorial. N çıxar 1 faktorial. Burada da 2n faktorial. N üstə gələk 1 faktorial. Bərabər 5 olarsa N'ni tap. Əvvəla onunla bu gedəcək. Yuxarıda qalır 2n üstə gələk 1, 2n üstə gələk 2. Bax, bununla da bu gedəcək. Burada qalır n üstə gələk 1. Bərabərdir 5. Bununla bu gedir, burada 2 qalır. Düzdürmü? Qalır 4n üstə gələk 2. Bərabərdir 5n. Bunu da vuralım.
onda n bərabər 2. Elə məncə çəkilişimiz sona çatdı.